Uşaqlar, deməli, bugün 11-ci sinif, 11-ci sinif 1-ci hissə test toplusunun deməli, həndəsənin əsas anlayışının uşaqlar ən axırıncı mövzusu, yəni uyğun tərəfi paralel və perpendikulyar olan bucaqlara baxacağıq. Uşaqlar, birə baxaq. Birdə nə deyir? Ümumiyyətlə, uyğun tərəfi istər paralel, istər perpendikulyar olsun uşaqlar. Hər ikisi iti, hər ikisi çordursa bərabər, biri iti, biri çor olanda cəmi 180 olur. Baxın, birinci uşaqlar, bura ilə bura paraleldir. Bura ilə də bura paraleldir. Onda baxırıq ki, uyğun tərəfi paralel olan bucaqlardır. Uyğun tərəfi paralel olan bucaqlarda hər ikisi iti olduğuna görə alfa ilə beta, hər ikisi iti olduğuna görə uşaqlar alfa ilə beta bərabərdir. Və bunu bildik, bərabər. Uşaqlar, iki paralelin bu paralelləri uzadıb, bu kəsəni uzatsaq, bura 30 dərəcə olsa, avtomatik burada olacaq 30 dərəcə. Onda hər ikisi iti daxı, onda burada 30 dərəcədir. Deməli, alfada, betada hər ikisi 30-dursa, onda 30 ilə də 30-un cəmini soruşur. Tabi, hər ikisi 30-dur. Bizə verir 60 dərəcəni. Yəni, birdə cavab oldu C variantı. Sonra 2 bunun oxşarıdır uşaqlar. 3-ə baxsaq, 3-də də görsənir ki, bəli, burada da uyğun tərəfi paralel olan bucaqdır. Baxın, bununla bu paraleldir. Bura B ilə də uşaqlar Y paraleldir. Daha doğrusu D ilə də Y paraleldir. Uyğun tərəfi paralel olan bucaqda bu da kör bucaqdır, bu da kör bucaqdır. Ona görə bərabərdir. Və iki paralelin uşaqlar buna bir kəsən göz ilə baxsaq, bura qamma bucağıdsa avtomatik burada olur qamma bucağı. Onda uşaqlar istər alfa, istər beta. Bir qamma, bir iti, bir kör bucağın cəmi 180 dərəcədir. Və yaxud da bir beta, bir iti ilə bu körün cəmi, yəni beta ilə körün qammanın cəmi yenə 180 verir. Bunu da bildik. İndi uşaqlar, alfa ilə beta bərabərdir. Alfa ilə beta bərabərdir. Bizə deyir ki, alfa üstə gəl 2 beta, üstə gəl 3 qamma bucağını tapın. Uşaqlar, alfanın yerinə aparıb bir beta yazsaq, betanın üstünə 2 beta gəlsə, bizə verəcək 3 beta. Üstə gəl 3 qamma, 3 qamma və buradan da hər ikisinə eyni olan. Deməli, alfanın yerinə beta yazdıq. Çünki alfa betaya bərabərdir. 3 beta üstə gəl qamma nəyə bərabərdir? Buradan 3-ü mötədə xaricinə çıxarsa, qalır beta üstə gəl qamma. Və uşaqlar, beta üstə gəl qammanın cəmi neçə dərəcədir? Beta ilə qammanın cəmi 180 dərəcədir. Və 3-ü də bu 180-ə vursaq, bizə verəcək 540 dərəcə. Yəni uşaqlar, bu ifadənin qiyməti 3 beta, 3 qammanın cəmi 540 dərəcədir. 540 dərəcədən nə variantı? 3-də cavab olacaq uşaqlar A variantı. Bu da oldu 3-ün cavabı A. Keçək növbət suala baxaq, 4-ə baxaq. Deyir, 4-də nə deyir? 4-də deyir ki, alfa və beta uyğun tərəfi paralel olan eyni növlü bucaqlardır. Uşaqlar, alfa və beta uyğun tərəfi paralel olan eyni növ bucaq nə deməkdir? Eyni növ bucaq odur ki, hər ikisi itidir və yaxud da hər ikisi kördur. Və biz də bilirik ki, hər ikisi iti və yaxud da hər ikisi kör olanda bərabər bucaqlar olur. Deməli, eyni növ bucaqdırsa alfa ilə beta bərabərdir. Bunu bildik. Deyir, bu bucaqlardan birini 20% azaldıb. Baxın uşaqlar, zənn eləyək ki, bir alfadır. Bucaqlardan biri 1 alfadır. 1 alfanı 20% azaldanda 20% nə deməkdir? Faizə ədədi çevirəndə 100-ə bölür. 100-ə bölür 0.2. 1 alfanı uşaqlar, alfanın 20% alfanın 0.2 hissəsidir. Yəni alfanı 0.2-yə vururuq. 1 alfanı 0.2 alfa azaldanda nə olur? 1 alfadan 0.2 alfa çıxanda qalır 0.8 alfa. Bunu yazdıq. Digərini isə 60% artırırıq. Zənn eləyək ki, ofisi bucaq 1 betadır. 1 betanın 60%. 60% nə deməkdir? 0.6 deməkdir. Betanın 60% uşaqlar, betanın 0.6 hissəsidir. Onda 1 betanın uşaqlar 60% azaltmaq, 1 betadan 0.6 beta çıxanda qalır 0.4 beta. Bunu da dairəyə aldıq, buraya yazaq 0.4 beta. Deməli, bu hissəni sildim. Deməli, uşaqlar, alfanı 20% azaltdıq, oldu 0.8 alfa, betanı 60% artıranda uşaqlar toplayırıq, biz çıxdıq. 60% artıranı toplayırıq. Bu da bizə 1.6 betanı verəcək. Deməli, qobranı silim. Deməli, bu da bizə verdi 1.6 beta. 1 betanı 60%, yəni 0.6 beta artıranda olur 1.6 beta. Uşaqlar, alfanı da yazdıq, betanı da. Sonra nə deyir? Artırsaq. Yenə uyğun tərəfi paralel olan bucaqlar alınacaq. Yenə uşaqlar, uyğun tərəfi paralel olan bucaqlar alınacaqsa,
Deməli, bərabər bucaqlardan birini azaldanda, digərini artıranda, bərabər bucaqların birini azaldıb, digərini artıranda biri iti, biri kör olur. Yenə uyğun tərəfi paralel olan bucaqları demək ki, biri iti, biri kör olan uyğun tərəfi paralel olan bucaqların cəmi. Yəni bunların cəmi nəyə bərabər olur? 180-ə. Görün mənasını başa düşdünüz? Bərabər bucaqlardan birini 20% azaltdıq, birini 60% artırdıq. Bərabər bucaqların birini azaldanda biri iti olur. Bərabər bucaqların birini azaldanda biri kör olur. Onda yenə uyğun tərəf paralel olan bucaqsa, deməli bir iti ilə bir körün cəmi 180-dir. Yəni bu iti ilə bu körün cəmi 180-dir. İnşallah şərtə görə alfa ilə beta bərabərdir axı. Onda buradakı alfanın yerinə beta yazsam, olacaq 0.8 beta üstə gəl 1,6 beta bərabərdir 180-ə. 2,4 beta bərabərdir 180. Beta da nəyə bərabərdir? 180 bölək 2,4-ə. 10'a vur. 18 vur. 100 deməkdir. Məxrəcə 10'a vur. 24. Uşaq bunu 6'ya böl 3. Bunu 6'ya böləndə 4. 4'ə böl 1. 4'ə böl 25. 3 25'ə vur. 75. Uşaq beta'nın qiyməti 75'dir. Deməli alfa da beta da hər ikisi 75 dərəcədir. Bizdən nəyə soruşur? Tap alfa ilə beta'nın cəmi. Uşaq bunların hər ikisi 75'dirsə alfa yəni 75 üstə gəl beta yəni 75 bizə verir 150 dərəcə. Burada cavab oldu 150 Y variantı. Bu da oldu 4-cü cavabı. Keçən növbət suala. Uşaqlar gəlin nəyə baxaq? Gəlin 5'ə baxaq. 5 asandır niyə? 5'ə baxın uşaqlar. A düz xəttdə budur və B düz xəttdə budur. Şərtdə nə deyir? A ilə B bir-birlərinə perpendikulyardır. Uşaqlar A xətti ilə B xətti perpendikulyarsa burada 90 dərəcə anlayışı var. Baxın 90 dərəcə. Deməli bu bucaq 90 dərəcədir. Yəni 13x çıx 2y nəyə bərabərdir? 90 dərəcə. Bu oldu bizim bir ifadəmiz. Uşaqlar bir dənə deyil, C ilə D perpendikulyardır. Gəlin qara xətlə yazaq. Uşaqlar qara xətlə yazaq. C'miz budur. D'miz də budur. Əgər C ilə D də bir-birlərinə perpendikulyardırsa, deməli burada da 90 dərəcə var. Baxın. Burada da 90 dərəcə var. Onda uşaqlar bu da 90-dırsa, deməli bu ifadənin də qiyməti 90 dərəcədir. Yəni 5x üstə gəl 2y nəyə bərabərdir? 90 dərəcəyə. Bunlara tənliklər sistemi kimi baxıb altına topla. 13x ilə 5x'i topla 18x. 2y'lər gedir. 90 ilə 90 topla 180. X'in qiyməti olur 10 dərəcə. Bunu bildik. X'in qiyməti oldu 10 dərəcə. Uşaqlar x'i 10'dursa, aparıb bu ifadədə x'in yerinə 10 yazsaq, 5'i 10'a vur 50, üstə gəl 2y nəyə bərabərdir? 90'a. Onda 2y nəyə bərabərdir? 50'ni sağa apar, 90'dan 50 çıx 40. Y-in də qiyməti 20 dərəcədir. İndi şərtə baxın. X'in qiyməti 10'dur. Y-in qiyməti isə uşaqlar 20'dir. 7x nə deməkdir? 7 vur 10. 3y nə deməkdir? 3 vur 20. Bu da bizə nə verəcək? 70 üstə gəl 60. Bizə verəcək 130 dərəcə. Demək uşaqlar bu bucaq bütövlükdə 130 dərəcədir. Bura yazdıq. 130 dərəcə. 130 dərəcə. İndi uyğun tərəfi perpendikulyar olan, baxın bu da perpendikulyardır, bu da. Uyğun tərəfi perpendikulyar olan bucaqda biri iti, biri kördürsə cəmi 180'dir. Bu perpendikulyarlığa da aiddir. Yenə deyirəm. Uyğun tərəfi perpendikulyar olan bucaqlarda biri iti, biri kör olan bucaqların cəmi 180'dir. Yəni alfa ilə buradakı bu 130'dur uşaqlar. Baxın bu 130'dur. Alfa ilə 130 uyğun tərəf perpendikulyar olan bucaqlardır. Biri iti, biri kör olduğuna görə cəmi 180'dir. Alfanın da qiyməti neçə olur? 50 dərəcə. Bizdən nəyi soruşur? Tap. Alfanı tap. Alfanın qiyməti olacaq 50 dərəcə. Bu da oldu 5-ci cavabı. Uşaqlar, baxın, 6'da deyir ki, uyğun tərəfi perpendikulyar olan bucaqda, uyğun tərəfləri perpendikulyar olan bucaqda fikrinizi əsaslandırmaqla x ilə y-in soruşur, cəmini tap suala. 6'da. Uşaqlar, uyğun tərəfi perpendikulyar olan bucaqlarda eyni növlü bucaqlar nə deməkdir? Hər ikisi eynidir, yəni bərabərdir. Bu 115 olanda bu da olur 115 dərəcə. Müxtəlif növlü bucaqlarda uşaqlar, müxtəlif növlü bucaqlarda iti ilə körün cəmi 180'i verir. Müxtəlif növlü bucaqlarda bu iki bucağın cəmi 180'dir. Yəni biri itidir, 75. Deməli bu da kör olmalı ki, cəmi 180'i versin. 75 ilə y-in cəmi 180'dirsə, 180'ə 75 çıxanda 105'i verəcək. Deməli burada da uşaqlar y-in qiyməti olur 105 dərəcə. Deməli y 105 dərəcədir, x-in də qiyməti 115'dir.
İndi bizdən soruşur x, yəni 115, üstə gəl y. Y də 105-dir. Bunları da toplasaq nə verir? X-dan y-in cəmi x-i 115, y-i 105 isə topla 220 dərəcəni verəcək. Yəni bu sualın cavabı olur. X-dan y-in cəmi olur, olar 220 dərəcə. Deməli, burada da oldu cavab 220 dərəcə. 7 bunun oxşarıdır. Gəlin 8-ə baxaq. 8-də nə deyir? Deyir, uyğun tərəfi paralel olan alfa və beta bucaqları üçün 2 alfa üstə gəl 3 beta 240-dırsa, alfa və betanın ala biləcək qiymətlərin cəmi. Uşaqlar, uyğun tərəfi paralel olan bucaqlarda 2 dənə şərt var. Birinci hala görə alfa ya betaya bərabərdir. İkinci hala görə isə uşaqlar, alfa ilə betanın cəmi 180 dərəcə bərabərdir. Bu 2 dənə haldır. Deməli, deyir, alfa üstə gəl 3 beta hər zaman 240-dır. Yəni, burada da alfa ilə 3 betanın cəmi 240-dır. Solda, sağda da alfa ilə 3 betanın cəmi 240-dır. Yəni, bu demək ki, alfa ilə 3 betanın cəmi 240-dırsa, paralelin 2 dənə şərtinə baxın. 2 dənə halına baxın. Deməli, alfa ilə 3 betanın cəmi 240-dırsa, birinci hala görə alfa bərabər betaya baxsaq, alfa ilə beta bərabərsə, bu alfa beta gözü ilə baxsaq, beta 3 beta bərabərdir 240. Olacaq 4 dənə beta bərabərdir 240. Beta da olacaq 60 dərəcə. Onda birinci hala görə, birinci hala görə alfa və beta hər ikisinin qiyməti olur 60 dərəcə. Bu oldu bir cavab. Deyir, alfa və betanın ala biləcək qiymətləri tapın. Deməli, alfa və betanın qiyməti ya 60-dır və yaxud da alfa ilə betanın cəmi 180-dirsə, alfa üstə 3 beta 240 olarsa, bu zaman bunlara bir tənliklər sistemi kimi basaq, altına çıxaq. Aşağıdakı alfadan yuxarıdakı alfanın çıx gedir. Aşağıdakı 3 betadan yuxarıdakı 1 betanın çıx 2 beta. Aşağıdakı 240-dan yuxarıdakı 180 çıx 60. Uşaqlar, betanın qiyməti 30 dərəcə olur. 62 böl 30. Beta 30-sa 180-dən 30 çıx 50 dərəcə. Deməli, alfa da olur. Daha doğrusu 150 dərəcə. 180-dən 30 çıxanda 150 dərəcəni verir. Deməli, uşaqlar, alfa və betanın ala biləcək qiymətlər budur. Birinci hala görə alfa ilə beta bərabərdir. Hər ikisi 60 dərəcədir. İkinci hala görə isə alfanın qiyməti 150 dərəcədir və betanın da qiyməti 30 dərəcədir. Fikir uşaqlar, alfa və betanın ala biləcək qiymətlər baxın budur. 2 dənə hal var. Birinci hala görə alfa beta bərabərdir. Hər ikisi 60-dır. İkinci hala görə alfa 150, beta 30-dur. Keçək növbəti suala baxaq. Alfa 150, beta 30, alfa beta 60 dərəcə düz yazmışıq. Uşaqlar, 10-cu sual belə baxanda asandır. Sadəcə burada nəyə fikir veririk? 10-cu sualda uyğun tərəfi necə olan bucaqlardır? Paralel olan bucaqlardır. Hardan bildik? Baxın, bununla bu paraleldir. Daha doğrusu bununla bu paraleldir. Sonra bu 3 dənə xətt bir-birlərinə paraleldir. Qara ilə götürsək, baxın, buralar paraleldir. Sonra bu xəttlə də bu xəttlər paraleldir. Uşaqlar, uyğun tərəfi paralel olan bucaqlarda hər biri itirsə, iti bucaqlar bərabərdir. Deməli, baxaq. Bax, bura iti bucaqdır, bu da iti bucaqdır, bu da iti bucaqdır. Deməli, bunların üçü bir-birlərinə bərabərdir. Bura kör bucaq 4x çıx 50 isə, bu kör bucaqda 4x çıx 50-dir. Yəni, bu kör bucaq bizə həm betanı verir, həm də kör bucaq 4x çıx 50-dirsə, deməli, beta nəyə bərabərdir? Kör bucaq da 4x 50-dir, yəni 4x çıx 50-dir. Bu beta bucağı da kör bucaqdır, yəni beta 4x çıx 50-yə bərabərdir. Uşaqlar, bura həm 2x çıx 10-dur, bura alfadır, bura qammadır. Həm də alfa ilə qamma bir-birlərinə bərabərdir, bu da bir şərt. Və uşaqlar, bunların hər bir iti bucaq olduğuna görə bu 3 dənə iti bucaq bir-birlərinə bərabərdir. Alfa qammaya və bu ifadə də uşaqlar bizə alfanı verir. Onda nə yazırıq? Deməli, burada həm də alfanı verdiyinə görə, bura həm alfadır, burada alfadır, burada alfadır. Onda alfa da nəyə bərabərdir? 2x çıx 10. Və biz də bilirik ki, alfa iti bucaqdır, beta kör bucaqdır. Yəni, bir iti ilə bir alfa iti, beta kör bucaqsa, bir iti ilə baxın, bu itidir, beta da kördür. Bir iti ilə bir körün cəmi 180-dir. Alfanın yerinə 2x çıx 10 yazırıq. Beta'nın da yerinə 4x çıx 50 yazırıq. Bərabərdir 180. 2x 4x 6x.
Mənfi 10, mənfi 50, mənfi 60 cavab var. Müsbət 60. 180 üzərinə 60 gəlsə bizə verir 240. Uşaqlar 6x 240-a bərabərsə, x nəyə bərabər? 246. 246-ya böl 40 dərəcəni verəcək. Deməli x-imiz oldu uşaqlar 240. Daha doğrusu 40 dərəcə. İndi x-in yenə aparıb 40 dərəcə yazsaq, 4-ü 40-a vur 160. 160-dan 50 çıx 110 dərəcə. Deməli betamız oldu 110 dərəcə. Bunu qeyd elədik. Sonra betamız 110-dursa, alfa ilə betanın cəmi 180 idi. Alfa da olacaq 70 dərəcə. Alfa da oldu 70 dərəcə. Sonra şərtdə dedik ki, alfa ilə qamma bir-birlərinə bərabərdir. Yəni hər ikisi 70 dərəcədir. Onda şolar qamma da 70 dərəcədir. Bizdən nəyi soruşur da? Bax, bu ifadənin qiymətini soruşur da. Yəni qamma böl 2 üstə gəlir beta çıx alfa. Qamma neçədir? 70'dir. 70 böl 2 üstə gəlir beta 110 dərəcə çıx alfa da 70 dərəcədir. Bəli, alfanın da yerinə yazdıq 70 dərəcə. Qamma 70 böl 2 beta 110'dur. Alfa da 70'dir. 70'in yarısı 35'dir. Üstə gəlir 110 çıx 70. 35 ilə 110 toplasaq bizə verir 145. 145'dən də 70'i çıxanda bizə verəcək 75 dərəcə. Yəni uşaqlar, bu ifadənin qiyməti nəyə bərabər oldu? Bu ifadənin qiyməti oldu 75 dərəcə. Bu sualın cavabı olur 75 dərəcə. Yəni qamma böl 2 üstə gəl beta çıx alfanın qiyməti 75 dərəcədir. Uşaqlar, bu da 10-cu sualın cavabıdır. Deməli, onun cavabı 75 dərəcədir və 11 də bunun oxşarıdır. Bu da oldu bizim ümumi həndəsənin əsas anlayışları mövzusunun ən sonuncu bölməsinin sonuncu sualı. Oldu uşaqlar, sağ olun, hələlik.